Ermənistanda hökumətin regional dillərin öyrənilməsini təşviq edən proqramı çərçivəsində 3 məktəbdə Azərbaycan dili tədris olunur. Bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyan məlumat verib. Onun sözlərinə görə proqramda ümumilikdə təxminən 30 məktəb iştirak edir və aparılan sorğuların nəticələrinə əsasən Ermənistanda təxminən 400 məktəb regional dillərdən birinin tədrisini təşkil etməyə hazırdır. Onların əksəriyyəti türk dilini seçib, lakin nazirlik bu sahədə müəllim çatışmazlığı ilə üzləşir, deyə Janna Andreasyan əlavə edib. Ermənistanda son illər Azərbaycan və Türkiyə türkçəsinə marağın artmasına səbəb nədir? Türkiyəli siyasi şərhçi İsmail Cingöz iddia edir ki, Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsi fonunda həm də ölkələrlə əlaqələrin qurulması üçün heyət hazırlayır. O əlavə edib ki, bu hal həm də kəşfiyyatçıların hazırlanması üçün də istifadə edilə bilər. Ermənistan önümüzdeki süreçte Azerbaycan ile kalıcı barış, Türkiye ile normalleşme planlarının yaptığı ve bu hususta Türkiye ile entegrasyon ve istikrarın, ticaretin, ilişkilerin gelişmesi için bir nüfus mu hazırlıyor sorusuyla birlikte uzun vadede bir istihbarat örgütü kurabilmek için altyapı ve personel yetiştirmeye başladığı şekliyle de değerlendirilebilir. Güvenilmeyen ve istikrarlı bir dostluğu olmayan Ermenistan'ın durduk yere Türkiye ve Azerbaycan Türkçesiyle eğitime başlanacak olması, bu konuda öğretmen aramaya başlaması ve sayının arttırılacağının duyurulması dikkat çekici ve şüpheli yaklaşması gereken bir husustur. Ermənistanda Türkiyə və Azərbaycan türkçəsi dərslərinin tətbiqi güzəşt deyil, cəsarətli və diplomatik addımdır. Bunu isə ALV24 açıqlamasında erməni siyasi şərhçi Natali Aleksanyan deyib. O bildirib ki, bu ola bilsin ki, Türkiyə məktəblərində illərdir tədris edilən erməni dilinə görə verilmiş cavabdır. Bizim müttəfiqimiz Rusiya Federasiyasında bir dənə də olsun erməni dövlət məktəbi yoxdur. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycanda da erməni dili dərsləri təşkil olunacaq. Bu, həm də yeni səhifənin açılması deməkdir. Türkiyədə erməni dilində dərslər illərdir davam edir. İndi də var. Dil körpüdür, sərhəd deyil. Biz fərqlilikləri unutmalı deyilik. Bir-birimizin dilini öyrənməliyik. Bu, həqiqi sülh yoludur. Milli Məclisin üzvü Ceyhun Məmmədova görə isə Azərbaycanda analoji olaraq işlər başlanmalıdır. O vurğulayıb ki, ölkəmizdə də erməni dilini bilən mütəxəssislərə ehtiyac var. Hesab edirəm ki, biz də bu istiqamətdə addımlar atmalıyıq. Ermənistanı ciddi şəkildə öyrənmək vacibdir. Hazırda sülh prosesi davam etsə də biz qonşu ölkələrik. Ermənistan bugün bizimlə yalnız güclü olduğumuz üçün hesablaşır. Lakin bu ölkə həmişə Azərbaycanla bağlı proseslərdə maraqlı olacaq. Buna görə də gecikmədən bu sahədə fəaliyyətə başlamaq lazımdır. Bu istiqamətdə bir neçə paralel iş aparılmalıdır. Eyni zamanda erməni dilini bilən mütəxəssislərin hazırlanmasına ehtiyac var. Onda qeyd edək ki, Azərbaycan dilində bütövlükdə Cənubi Qafqazda, İranda, Gürcüstanda, Rusiyanın Dağıstan bölgəsində və Türkiyənin şərq əyalətlərində milyonlarla insan danışır. Odur ki, Ermənistan bu siyasəti sülh üçün təbliğ edirsə, yaxşı fikir kimi görünür. Çünki ermənilər Azərbaycan dilində böyük bir coğrafiyada ünsiyyət vasitəsi kimi istifadə edə bilər. Amma bu, həm də gələcəkdə revanşistlər üçün ciddi alətə çevrilə bilər. Azərbaycana qarşı təxribatlar da özü ilə gətirə bilər.